Güvənliyiniz insanların sayı çoxdur. Bəli, mən ümumiyyətlə insanlar barədə nikbin insanam. Hərçənd ki, hesab edirəm ki, adamları tanıyıram. Amma adamları tanımaqla yanaşı, ümumiyyətlə onlara inanmağın tərəfdarıyam, nöqsanları ilə bərabər. Amma ümumiyyətlə sırf insanlara güvənərək yaşamaq yanlışdır. İnsan başqa bir dayaq nöqtəsi tapmalıdır. İnsan ancaq insanlara inanıb, güvənib hərəkət etməsi ümumiyyətlə düz deyil. Bu o demək deyil ki, mən insanlara inanmıram. İnansam belə, yəni həyatda istiqamətimi insanların rəğbəti, dəstəyi əsasında qurmuram. Həzrəti Yusiflə bağlı bir maraqlı hadisə danışılır. Həzrəti Yusif dastanı bütün insanlara aydınlıqda tanışdır. Deyir, qardaşlar onu quyuya atanda təbəssüm görürlər, üzündə görürlər, gülür Yusif Peyğəmbər. Soruşurlar, nə üçün gülürsən, axı səni quyuya atırıq. Deyir, bir zaman baxdım, gördüm, bu qədər qardaşlarım var ki, mənə nə ziyan toxundura bilər. Neçə qardaşım, məsələn 5-6 qardaşım var. İndi yəni taleyin işinə bax ki, öz qardaşlarımın əli ilə quyuya düşürəm. Yəni həyatda insan gərək heç bir adama söykənib hərəkət eləməsin, davranmasın, addım atmasın. Amma inamı da itirməsin. İnansın, amma necə deyim, arxalanmasın. Hər şey gözləniləndə. Amma mən çalışıram insanlardan müsbət gözləntidə olum və ətrafdakı insanlardan da razıyam ümumiyyətlə. Yəni, əlbəttə ki, vəfasızlıq da olur insan həyatında. Doğma insanlardan müəyyən bir vəfasızlıq görmüşük həyatda. Ola bilər ki, görək, qarşılaşaq. Amma ümumilikdə mən əhatədə olan insanlardan razıyam, ətrafda olan insanlardan razıyam.